أمنا يعبدونني لا يشركون بي شيئا ومن كفر بعد ذلك فأولئك هم الفاسقون وأقيموا الصلاة وآتوا الزكاة وأطيعوا الرسول لعلكم ترحمون لا تحسبن الذين مفسدين في الأرض ومأواهم النار ولبئس المصير. اعوذ بالله من الشیطان الرجیم. بسم الله الرحمن الرحیم. Salam arz edirəm əziz yoldaşlara, ustadlara. Ayələri ki bizim öhdəmizə qoyulubdur, Nur surəsindəndir. 50-dən ta 55-ci qədərəcən. Amma nəzərə gəlir ki, belə nəzərə gəlir ki, ayələri bir o yan bu yan da oxumalıyıq. Nur surəsi neçə yerdə Peyğəmbərin ailəsində olan şəxsiyyətlərə baxır. Necə ki, keçmiş cələsələrdə biz dedik ki, Nur surəsində Ayşənin bəraəti sadir olur. Burada da macərayı hökm gəlir qabağa, yargılamaq ya qəzavət. Macərayı Osmandır. O cür ki, ümumiyyətdə təfsirlər gətiriblər. Peyğəmbər o qəzvələrin birisində ki, qalib olur. Orada zahirən Bəni Nəzir qəzvəsidir. Orada bir para yerlər bunlar ələ gətirirlər. Osman Həzrət Əliyə deyir ki, get Peyğəmbərdən istəyirən ki, filan yeri versin sənə. Əgər sənə versə, səndən mən ora ikimiz şərik olacaq. Həzrət Əli deyir ki, mən niyə gedim? Sən özün getdi. Əgər versələr, mən səndən şərik olaram. Osman da bu işi görür. Gedir istəyir, Peyğəmbər də deyir ki, olsun, mən verdim sizə. Deyir ki, xub da biz söz danışdıq. Həzrət Əli deyir ki, indi bölüşək da. Deyir, yox, mən qəbul eləmirəm. Zəhmətim mən çəkmişəm, qeyb danışmışam. Yeri də sənə verməyəcəm. Cüz'i orada bir ixtilaf çıxır. Deyirlər ki, gedək Peyğəmbərin yanına, ondan hökm istəyək, qəzavət istəyək. Osman deyir ki, yox, mən getmənəm onun yanına. Buna görə ki, Peyğəmbər sən əmoğlundur, sənin nəfi və rəy verər. Mən onu istəmirəm. O əsasda təqribən ümumi müfəssirlərin nəzəri budur ki, bu 3-4 ayə ki oxundu, bunların şə'n-i nüzulu, heysi tarixisi vardı. İcazə versəz, indi birdən bir bahəmlikdə oxuyaq, baxaq. Deyir ki, 48-dən başlayır. Deyir, əzə du'u iləlləh və rəsulihi. O zaman ki, onlar dəvət olurlar Allaha və onun elçisinə, liyəhkumə beynəhum. Əzizlər, hökm Quranda government deyil, state deyil, judgmentdir. Yəni, qəzavətdir, yargılamaqdır. Hökm Quranda hakimiyyət qurmaq və hökumət təşkil vermək mənasında deyil. Ümumiyyətdə bir mənayı davəri ya qəzavətdir.
اذا دعوا الی الله و رسوله لیحکم بینهم. O zaman ki onlardan istənilir, deyirlər ki, gedək Allahla onun elçisinin yanına ta sizin arazida qəzavət eləsin. İza fəriqun minhum mu'rizun. Ondan bir qrupları neynirlər? Üz döndərirlər. Deyirlər, biz getmirik. Və en yəkum ləhumul haqq. Əgər haqq bunlara sarı olaydı, yəni bunlar belə hiss eləyərdilər ki, o qəzavət haqqı bunlara verəcəkdi, rəy bunlara sarı çıxacaqdı. Yətu eləyhə muz'inin. Çox muz'inin, yəni mu'tərifin, muqirrin. Yəni çox baş aşağı etiraf eləyə, qəbul eləyə, gedəcəkdilər o qəzavətə, deyəcəkdilər ki, o olsun. İradı yoxdur, biz qəbul eləyirik. Niyə belədilər? Quran deyir ki, bunlar niyə Allahın və onun elçisinin hökmünü istəmirlər, qəbul eləsinlər? Bir dənə psikolojik məsələyə istəyir işarə eləsin Quran. Əm fi qulubihim mərazun. Bəlkə bunların ürəklərində bir naxoşluq var. Əmirtav. Bəlkə bunlar şək edirlər. Mərhələyi bu yəqinə çatmayıblar. Əm yəxafuna ən yəhifəllahu əleyhim və rəsuluhu. Bəlkə bunlar qorxurlar ki, ən yəhifə. Ən yəhifə yəni ən yəmilə. Yəni, həman ki bizim öz işlədirik heyf o meyl kələməsi, elə oradandır. Meyli də, yəni təmayül da, əyilmək, bir səmtə getmək. Ümumiyyətdə, heyf yəni zülmə sarı ağnamaq, zülmə sarı getmək, meyli tapmaq. Olmuyor bunlar qorxurlar ki, Allahla onun elçisi gələrlər, zülmə sarı ağniyalar, ədalətdən könələr. Bəl olaikə humuz zalim. Heç vaxt o cür ola bilməz. Zalim il onların özləridir. Xob. İnnəmə kanə qavləl müminin ən yəqulu. Belə olacaqdır. Burada kanə o əf'al-ı naqisədəndir. Qavlə onun xəbəridir. Bunun ismini sonradan gətirir. İsmi dər vaqə ən yəquludur. Məsdər-i müəvvəldir da, yəni qavl kələməsidir. Dər vaqə belədir. İnnəmə ən yəqulu qavləl müminin. Çünki orada ən yəquluda bir zəmir vardı, o zəmir mərcəsi dal tərəfdədir. Lazım bu, az nəzəri o nəhvidə məcbur olubdur ki, Quran neyniyib? Onun ismi kanəni aparıbdır, xəbərdən sonra gətiribdir. Pəs deyir ki, İnnəmə kanə qavləl müminin izə du iləlləh və rəsulihi liyəhkumə beynəhum ən yəqulu. Möminlərin sözü bu olur fəqət. Yəni mömin insanlar, onlar için mərhələ imana çatıblar. Onlara deyəndə gəlin gedək peyğəmbərlə Allah sizin barənizdə hökm sürsün, qəzavət eləsin. Onlar deyirlər ki, səmi'na və ətəna. Biz baş eşidirik, boyun əyirik. Olaikə humul muflihun. Bu müminlər müflihdilər, iflaha çatırlar, fəlaha çatırlar. Pəs ayə bu cür İzə du'u iləllahi və rəsulihi liyəhkumə beynəhum. O zaman ki onlardan, yəni o qrupdan istənilir ki, gedin Allahla onun rəsulu sizin arazida hökm sürsün. Onlar deyirlər baş üstə, biz gedərik. Heç maniyimiz yoxdur. Murizin eləmirlər. İndi Quran gəlir məsələyə itaətə açır ki, itaətdə nə var, neyniyə bilər? Və mən yuti'illah və rəsuləhu, kimsə Allahdan, onun elçisindən itaət eləyə. Əzizlər, itaət to kələməsindəndir. To, yəni boyun qoymaq, boyun əymək. Mən bu kələməni çox araşdırdım. İstədim görəm ki, məsələn, təbəiyyət, ondan sonra təslim,
birinin yoluna ayaq qoymaq, Quranda hansı kələmələr çoxlu işlənilibdir? Hansı bizdən maddi yollara, zəmini yollara təbəyyət istəyir? Hansı mənəvi, metafiziki yollara təbəyyət istəyir? Ümumiyyətlə, Quranda toğ kələməsi ya itaə, ətiu mənəvi yollar üçündür. Yəni, vaxtı ki, o məruf ayə vardır ki, deyir ki, siz Peyğəmbərdən, Allahdan və ulul əmrdən itaət eləyin. Bir tərsə düşüncə budur ki, bu ulul əmrdən itaət zəmini və qeyri-metafiziki və maddi yollardadır. Halbuki belə zehnə gəlmir. Yəni, itaət ümumiyyətdə mənəvi və metafiziki yollardadır. Çünki o yolların azmağı çox-çox ağırdır ta bu zəmini və maddi yollar. Ona görə Quran buyurur ki, əlbəttə onlara ayrı kələmələr var, enqadə var, qəfa var Quranda, ya təbiə var ki, əəmmidir, həm bunların ikisinə də şamil olur. Amma ümumiyyətdə itaət kələməsi boyun əymək, yəni mənəvi yolları. Yəni, sən istəsən mənəvi yolları gedəsən, Peyğəmbərdən təbəyyət məhz eləməlisən. Boyunu əyməlisən, ondan itaət eləməlisən. Mən yuti'illah və rəsuləhu, kimsə Allahdan, onun elçisindən, rəsulundan itaət eləsə və yaxşəllah və Allahdan qorxsa, yaxşa o xəşyəti həmin xofla adca fərqlidir da. Xəşyət bir qorxudur ki, gənə mənayı qorxudur, mənəvi qorxudur, içərdən bir qorxudur. Xof mümkündür, məsələn, bir heyvan adamın qabağına çıxır, əl-ayağı düşür əsməyə, o xof ola bilər, o xəşyət deyil. Amma içərdən tərəf bir qorxu ehsas eləyir, olur xəşyət. Və yaxşəllah və yəttəqhi. Yəttəqhi ilə təqvadan gəldi. Biz təqvanı bütün söhbətlərimizdəki açıqlamışıq. Təqvanı biz utanmaq məni eləmişik. Qorxmaq məni eləməmişik. Bax, Allahdan adam necə qorxacaq? Yaxşı, əgər də qorxmaq olsa ki, Quran özü deyir ki, Allahdan qorxun, exşuni kəlməsini işlədir. Tamamı macəra qutulandan sonra elə ki, İslam hər şeyin əl-ayağını yığır, gəlir, deyirlər, otururlar Mədinədə, orada deyir ki, exşuni, məndən qorxun da. Yəni, məndən xəşyət edeyim dərvaqa. O, nə mənədir? Bir növ utancıdır, bir növ şərmdir, yəni şərm sarıdır dərvaqa, təqva kələməsi. Və rişəsi ilə kökü dərvaqa vəqəyədən tutulur da. Burada çün cavabı şərtidir, o hərf illəsi düşübdür. Ələl-qaidə gərək yəttəqi olaymış, yəni eycə olaymış. Mütəə bi xatiri o istisqal götürülür, oraya bir dənə istixfaf üçün sukunu qoyurlar, o sukunla rahatlar oxunsun ki, dərvaqa əxəfful hərəkat hesablanır. Xob, kimsə Allahdan, onun elçisindən itaət edə, Allahdan xəşyəti ola və utana, fəulaikə humul faizun. Onlar fovza çatırlar, onlar rəstikar olurlar. Xob. Vəqsəmu billahi cəhdə əymanihim ləin əmərtəhum. Onlar and içirlər Allaha. Cəhdə əymanihim, bətər and içirlər. Cəhdə əymanihim, əyman, yəmin, and içmək də o cəmidir demək olur. Bətər and içirlər. Deyirlər, bu cür deyirlər. Ləin əmərtəhum, and içirik sənə. Əgər sən əmr eləsən onlara, ləyəxrucunnə, ki, biz cihad vaxtı gələndə eləyə bilərik, xuruc eləyək, şəhərdən çıxaq, itaət eləyək. Qul, mən Peyğəmbərim, sən bunlara deyəcəkən ki, la toqsin, siz and içməyin, biz sizi tanırıq da, siz kimsiniz? Qış gələndə deyirsiniz, soğuqdur, biz savaşa getməyik. Yay gələndə deyirsiniz, istidir, savaşa getməyik, hər zaman gəlmişik, siz belə bəhanə gətirirsiniz. La toqsimu, taətun mərufə, sizin bu boyun əyməğiniz
tanınmış bir oyundur. Ya ayrı cürdə bunu məna eləmək. Elə siz həmin ki and içməyəsiz, bu and içməməğiniz bir dənə böyük taətdir. And içməyin. İnnəllâhe xəbirun bimâ tə'melun. Ki Allah o şeylər ki siz görürsünüz onlara agahdır. Əzizlər, qol kələməsi ki gəlibdir Quranda, Mevlana onu çox yaxşı təfsir edir. Qol yəni de, danış. Mevlana deyir ki, axı Peyğəmbərə vaxtı ki Quran buyurur decinənin mənası yəni nə? Decinənin mənası budur ki, yəni sənin sözün qurtulmaz. Sən bir dənə oxuyanusa vəslisən. Sən nə qədər danışırsan, danışma. Əmri qol zin آمدش کی راستین کم نخواهد شد بگو دریاست این متصل چون شد دلت با اون عدن هین بگو مهراز از خالی شدن خم که از او به دریا راهی بود پیش او ceyhunha zanu zənən. Böyük bir dənə oqyanusa sən vəslisən, nə qədər danışsan danış, məmuli bir vaiz, məmuli bir malla dərsən çıxasan mənbərə, yarım saat danışasan sözün qutula. Şirari sözlər millətə təhvil verəsən. Yox, sən özür bir insan deyilsən, sən bizə vəslisən. Bütün sözlərin sənin yenilikdir. Xoş. Qul Ati'ullah və ati'ur Rasul. Peyğəmbər, sən bunlara decinən ki, Allahdan və səndən təbəyyət eləsinlər də, itaət eləsinlər. Ax, bunlar ki, istəyirlər o mənəvi yolları getsinlər, mənəvi yolları getməkdə gərək gələlə sənə sarı. Sən məxzən və mənbəyyəz mənasan. Sən göydən o məanini alıb gətirib bunlara çatdırırsan. İn məani rast az şərq num bi həmi taq و ترم Mevlana deyir. Fəin təvəlləv, əgər bunlar dal çöndərələr, təvəlləv, yəni dal çöndərələr, yəni sənin qəbul eləməyələr, fəinnəmə əleyhə mə hummilə və əleykum mə hummiltum. Hər kəs öz yükünü daşıyacaq. Bir o haləti zərbul məsələ vardı. Sən öz yükünü daşıyasın Peyğəmbər. Onlar da öz yüklərini daşıyacaqlar. Pəs, çünki nə mənədir? Hər kəs öz la təziru vazirətun vəzrə oxra. Kimsə birinin yükünü daşımayacaqdır. Hər kəs tək mənim qabağımda dayanacaq, yargılanacaqdır. Bir kəs burada gəlib ona visadət və şifaət eləməyəcəkdir. Və in tuti'uhu, əgər siz ondan itaət eləsəz, təhtədu. O zəmiri ho təhtəduda, tuti'uda Peyğəmbərin özünə qeydir. Sən onlara denən ki, əgər onlar səndən itaət eləsələr, təhtədu, hidayət olanlar. Əzizlər, hidayət kələməsi Quranda munhəsirdir Allahın özünə. Deyir ki, mən kim istəsəm hidayət elərəm, kim istəsəm yoldan çıxaldaram. Amma bu ayələrdə gəlir işarə eləyir ki, bəli, mənim Peyğəmbərim. Kim gəlsə sənin kölgəndə, sənin kətrivin altında dayansa, o hidayət nemətindən bəhrəni aparacaqdır. Ma ələr rəsul illəl bəlağul mubin. Axı, sənin təhcə bir dənə risalətin var. Sən odur ki, çox açıq, aydın bir təbliğçisən də, mübəlliğsən. Yəni, sən yol qırağında durub, bunları səsləyirsən öz məktəbvə. Yolun da o birisi tərəfində şeytan əyləşibdir. در جهان دو بانگ می آید به ضد تا کدامین را تو باشی مستعد. İki böyük səs gəlir tarix caddəsində və biz bu insanlar ki minmişik maşınımıza hərəkət edirik bu tarix caddəsində. İki dənə restoran var, sağ əldə, sol əldə. Birisi bu restoranların, məktəbxanaların peyğəmbərlər yönəldirlər. O birisi tərəfdə şeytan. Hər ikisinin də görəvi, risaləti çağırmaqdır, bağırmaqdır, dəvətdir, təbliğ mənisində. Bir nəfərin əlindən zorla nə bunların haqqılar var, yapışıb gətirib oturdalar orada, nə bizdə bu haqqı var ki, zorla gedək oturaq onların məktəbxanalarında.
Axı o ağıl neməti və ixtiyar neməti bundan ötürüdür. Va'dallahu-llazina amanu minkum. Allah o möminlərə və əmelus-salihat və onları ki, yaxşı iş görüblər, onların içindən olan bir sıra möminlərə və yaxşı iş görənlərə bu vədəni veribdir ki, siz ki, axı iman nemətindən bəhrə aparırsınız, imanı dadırsınız, yaxşı işlərdə görürsünüz, sizə mən bir töhfə verməliyəm. Sizə bir töhfə verməliyəm. O töhfə də istixlafdır. Sizi mən yer üzündə istəyirəm ki, xəlifə qoyam. Kimlərdirlər onlar ki, Allah onları eləyə bilir ki, öz xəlifəsi yer üzündə qoysun? Bunlar kimlərdilər? Kim ola bilərlər? Hansı möminlər? Hansı onlar ki, yaxşı iş görüblər? Pəs, ləyəstəxlifənnəhum fil-ərz. Şübhəsiz, quşqusuz, mən onları yer üzündə xəlifə qoyacam. Kəməstəxlifənnəlləzinə min qəblihim. Necə ki, onlardan qabaq da bir sıralarını biz xəlifə qoyduq yer üzündə. Ləyuməkkinənnə ləhum dinəhum. Onların dinlərini biz təmkin verəcək, qüdrət verəcək. Açacaq, geçsin, güclü olacaqdır. Əlləzi irtəzə ləhum. Bücür ola ki, Allah da ondan neynəsin? Razı olsun. Ləyubəddilennəhum min bə'di xufihim. Bunların qorxularını da biz onların üstlərindən götürəcəyik. Əmnən təbdil eləyəcək əmniyyətə, imana. Mən 72-də bir məqalə yazmışdım. O zaman ki, İsfahan danışqahında danışıyordum. Aydötür Sələvatı o zaman Həftənamə-i Nəvid İsfahanı çıxaldırdı. Onda iman və əmniyyət-i alimanə məqaləsini o zaman mən yazdım. Onun Həftənamə-i Nəviddə orada o zaman çap oldu, gəldi danışqahın içinə. Ki, imanla əmniyyətin kökü birdir. Harada əmniyyət var, orada iman var. Yəbudunəni. Axı siz xof sizdən götürülsə, siz əmniyyətə çatsaz, imanı dadsaz, onda məni ibadət eləyəcəksiniz. La yüşrikunə bi şeyən. Da mənə bir nəfəri şərik qərar verməyəcəksiniz. Mən kəfərə bədə zalik. Kimsə buna küfr eləyə, küfr yəni duzu yeyib duzdanı sındırmaq. Küfr yəni nasipaslıq. Yaxşı. Fəulaikə humul fasiqun. Onlar fasıq insandılar. Xoş. Əzizlər, bu ayələr mənim öhdəmə qoyulmuşdu ki, mən bunları sizə şərh edəm. Mən tərcüməmi verdim sizə. İndi istəyirəm qıssaca ayələrin barəsində, xüsusən 50-ci ayənin barəsində mən danışam. Əzizlər, çox yaxşıdır ki, biz Qur'anı Qur'anla təfsir eləyək də. Yəni, Qur'anın öz içindən ayələr çıxaldaq ki, bir-birinə oxşardılar. Hər halda zaman keçdikcə hədislərdə, rivayətlərdə, o şə'n-i nuzullarda, tarixlərdə əl aparılıbdır və onlar qüdrətə yanaşıblar. Bir para işlər görüblər ki, ola bilər ki, onlar o etibardan bəhrə aparmasınlar. O əsasda, hətta indi bir sıra tarixçilər deyirlər ki, tarixin ən böyük qaynağı kutsal kitablardır. Yəni, tarixə istəyirsən, baxasan, get gör Tövrat nə mənə deyib, get gör Qur'an nə mənə deyib. O əsasda biz neynəməliyik? Qur'anın öz içindən ayələri ki, məzmunda bir-birlərinə oxşardılar, o təfsiri neynəməliyik, çıxartmalıyıq. Bu ayə-i 55 ki, bu surədə gəlibdir, istixlaf kələməsini, onlar ki, iman gətiriblər, əməl-i salih əncam veriblər, biz bunu Maidə surəsində də görürük.
Mən xahiş edirəm ki, elə Qur'an ki əlizdədir, siz Maidə surəsini açasınız. Maidə surəsi demək olar neçəmci surə olur? Bəli, 5-ci surəyə gələk. Bəli. Nisa surəsindən sonradır. Əzizlər, bu surə çox mühüm, önəmli bir surədir Qur'anda. Niyə? Çünki Qur'anın son surəsidir. Yəni hər şey qutulub, macərai Məkkə qutulub, Mədinə qutulub, Peyğəmbər da vəhyin axırlarıdır. Bu demək olar 120 ayədir. İslamın bütün o cəmbəndisi, özeti bu surədə gəlir. Yəni belə nəzərə gəlir ki, elə bir istəyir Peyğəmbərə bunu desin ki, ola bilər bir para şeylər yaddan çıxa, millətə deməyəsən, millət yaddan çıxar da, amma mən hər şey istəyirəm ki, burada bu Maidə surəsində sizə gətirəm. Mən onların hamısına istəmirəm girəm. Yəni elə əvvəl ayədə siz baxsaz görərsiniz ki, Maidə istəyir hara getsin. Ya əyyuhəl-ləzinə amənu ufu bil-uqud. Ey möminlər, nə mənə əhd və peymanınız var, ona vəfadar olun. Yəni İslam elə vəfa ilə, peymanla, qərardadla burada başlayır. Elə bir dənə bu böyüklərin biz bu dərsi alsaq ki, nə söz veririk o sözümüzə dayanaq, harda qol veririk ki, ona yetişək, hər nə qərardad bağlamışıq ona boyun əyək, İslam elə buradan başladı hələ. O qərardadlar. Sonra gəlir o şəairdən mətrəh eləyir, həlal və hərama gəlir, nədir, hansılar həlaldır, hansılar həramdır, sərahətlə burada neynir? İşarəsini gətirir. Ta yetişir, nə məniyə, Nəsara ilə və Yəhudla neyniyə bilərsiz? Nə axırın tövsiyələr ki, bu əhl-i kitabla nə cür ilgilər qura bilərsiz? Onlara işarət eləyir. Gəlir, yetişir 54-cü ayəyə. Əzizlər, 54-cü ayəni siz gətirsəz, orada görərsiniz. Bəli. Deyir ki, ya əyyuhəl-ləzinə amənu, mən yərtəddə minkum ən dinihi. Ey iman gətirənlər, kimsə dindən çönsə, ya mürtədd olsa, çünki bir dənə böyük Peyğəmbərin nigarançılığı bu idi ki, mən öləndən sonra olmaya bunlar hamısı qeydələr bir də öz dəblərinə İslamdan əl götürələr. Bu ayə bir dənə güvəncdir ki, ayə 55 ilə irtibatdası, həman istixlaf kələməsi burada budur. Deyir, darıxmayacaqsan. Necə mən sizə qol vermişəm ki, xəlifələri qoyacam yer üzündə və gerçək İslamı bunlar daşıyacaqlar. Ona görə sən, Peyğəmbər, heç bu nigarançılığın olmayacaq. Niyə ki, mən bir qovmi gətirəcəm ki, gələcəkdə siz görəcəksiniz. Bunlar Allahı sevirlər, Allah da onları sevir. Baxız, fəsəvfə yətillahu bi qavmin. Allah bir qovmi gətirəcək. Bu qavmini nəkərə ilə gətirir, tənvinlə gətirir. Siz tanımırsınız bunları. Yəni bu ərəblərin dövrəsində deyir, bunlar demək olar Nəsara deyirlər, Yəhud deyirlər, Yəməndə olanlardan deyirlər, Əhlül Forsu deyirlər. Onlarla ki, ərəblərə nisbətən tanınmış deyirlər bunlar. Xob, yuhibbuhum. Allah onları sevir, hobb əsasında. Onlar Allahı sevirlər. Əzillətən ələl müminin. Möminlərin qabağında çox baş aşağıdırlar, alçaq göyüldülər. Əizzətən ələl kafirin. Kafirlərin qabağında çox güclüdülər. Yücahidunə fi səbilillah. Allah yolunda cihad edirlər. La yəxafunə ləvmətə laim. Həmən ki orada vardı ki, xofu sizdən götürəcək. Sizə əmn məqamını bağışlayacaq.
Bunlar heç vaxt qorxmazlar. Bir qınayanın qınamağından heç vaxt qorxmazlar. Qorxmaq kələməsi yoxdur bunlar. Zalikə fəzlullah yutihi mən yəşə. Bu Allahın fəzlidir. Allah istəyir, belə istəyir və orada da vasi sifətini özünə gətirir. Əzizlər, bütün mənim söhbətlərimdə bu ayənin təfsiri və o ayənin təfsiri türklərə aiddir. Tarix boyu. Niyə? Bəran ki, türklər ən əski millətlər olublar ki, bunlar şaman düşüncəsini daşıyıblar. Şaman düşüncəsində tək tanrıçılığa bunlar inanırdılar və bunlar Allahın birliyinə inanırdılar. İslamdan qabaq, miladdan öncə bunlar behişt və cəhənnəmə, hətta Peyğəmbərə bunlar yalavac deyidilər, inanırdılar. Ona görə sevgi ilə yanaşmaq, Allaha hobbla yanaşmaq təhcə bir qovmudan çıxa bilərdi işiyə tarix boyu. Hətta hobb kələməsi şaman düşüncəsindən Məsihiyyətə yayılır. Məsihiyyətdəki deqadizlav kələməsi var. Bunlar türk dünyasından, türkün düşüncəsindən alınıbdır və Məsihiyyətə gedibdir. Bunun bir tarixi gerçəyi də var. Siz təfsirlərə əlbəttə baxsaz, burada görürsünüz ki, qovm kələməsini yazıb ki, Əbu Bəkrdir. Axı Əbu Bəkr qovmudur ki, Əbu Bəkr mürtədlərlə savaşa girmədi. Əbu Bəkr getdi, onlar ki, zəkat vermirdilər, onlarla savaşa girir. Ya 55-ci ayəyə baxsaz, orada istixlaf kələməsi ki, qovmu gətirir. Ümumiyyətdə şuubi təfsirlər onu İmam-ı Zəmana yönəldirlər. İmam-ı Zəman fərdidir. O ayə qovm söhbət eləyir. Bir millətdən danışır, milləti söhbət eləyir. Ona görə əgər ənsar olaydı, mühacirin olardı, heç vaxt burada qovmen gətirməyəcəkdi ki, nəkər olsun. Əl-qovm gətirərdi, ya bir cür tanıtdırardı. Niyə bunu nəkər unvanında gətirir? Pəs onlardılar ki, ərəblərə bunlar tanınmamış bir qovmudular, bir millətdilər. O əsasda necə ki bu ayədə 54-cü ayədə qovm kələməsi bizim təfsirimizdə, mən bu unvanı bir fərdi ki, Doktorayı Zəban və Ədəbiyyatı Ərəbi vardı və bu dərəcədə özümə qail bir ictihadam və eləyə bilirəm ki, kələmələri araşdıram və onun o etimolojisinə baxam, hardan qaynaqlanıblar, ərəb bunu Peyğəmbərdən qabaq nə cür işlədirdi, şeirlərində nə cür işlədirdi, nə cür baxırdı. Mən azı budur ki, bunun uzmanı olaraq belə bir təfsirə mən əl tapıram və sizə eyləm edirəm 54-cü ayədə necə qovm kələməsi ki, Qur'an buyurur, türklərə aiddir. İstixlaf da o ayədə, 55-ci ayədə elə ona aiddir. Və bunu görürük tarix boyu. Niyə? 650 ilə yaxın Osmanlı xəlifə daşıyır, hakimiyyət sürür. Yəni, bütün ərəblər gəlirlər Osmanlı xəlifəsinin üzündən, əlindən, əbasından, qəbasından öpürlər və onu qəbul edirlər. Səlcuqlular dövrəsi, Səfəvi dövrəsi, Xarəzmşahiyan dövrəsi, bundan hamısına baxanda görürsünüz ki, gerçək İslamı daşıyan nə mənədir? Türklər olublar. O əsasda, əzizlər, mən bir bəhsi aşmışam və getdikcə onu açıqlayacaq milli İslam adında. Necə ki, biz milli fəlsəfədən danışmışıq ki, Farabi onu aparır qabağa. Milli hikmətdən danışmışıq ki, Qutadğı bilikdə görə bilərik. Milli irfanı ki, biz hər çarşənbələr Təbrizdə Məsnəvi ilə aparıq qabağa. Şaman düşüncəsi, Xacə Əhməd Yəsəvinin ailəsi, Terməz ailəsi, Şəms-i Mövlana, Təbriz məktəbi, onlar aparırlar qabağa. Bizim bir milli İslam düşüncəmizdə olmalıdır. Milli İslam bir dənə alternativi vardır, onun qabağındadır. Milli İslam, yəni qeyri-milli İslamın qabağındadır. O qeyri-milli İslam demək olar həman şuubinin düşüncəsidir. Bəli, mənim gözüm üstə. Əzizlər, milli İslam fəth ilə başlayır. Hər yerdə açıqlama var, fəth vardır, düyünləşmə var, milli İslam oradadır. Hər yerdə bağlama var, tutma var, asma var,
kəsmə var, qeyri-milli İslam, ya şuubi İslam orada var. Şuubi İslam bir təslisdən düzəlir. Zərsalaran Parsi, oliqarşi Yəhudi və səlibi, Məsihi, masoni dünya. Bir dənə təslisdir, biz o şubini büzür. Milli İslamın da 5 dənə müəllifəsi vardı. Milli İslam 5 müəllifədən qaynaqlanır, düzəlir. Hoviyyət, fəlsəfə, hikmət, irfan və elm. Ona görə Qur'an fəlsəfi kitabdır, hikəmi kitabdır, elmi kitabdır, irfanı kitabdır. Bu bir yanlış düşüncədir. Bir para roşən fikirlər yayırlar ki, Qur'an elə təhcə bir Qur'andır da, burada fəlsəfə yox, hikmət yox, irfan yox. Yox, milli İslamda Qur'andan onların hamısı neynəri qaynaqlanır. O əsasda milli İslam həst şarat-ı Muhammed el-Murad, kol qoşadəndər, qoşadəndər, qoşad. Muhammed bütün işləri aşmaqıdır, düyünləri aşmaqıdır. O heç yerdə bir şeyi çəkib bağlamadı. Tamamən fəth və futuhudur bunun işləri. Ona görə sözün sonunu 2 beyt Mevlana ilə mən qurtarıram, amma bu vədəni veririk ki, biz milli İslamı getdik cələsətdə, gələcək cələsətdə neynəyəcəyik? Geniş açıqlayacağıq. Deyir ki, ovunu şirlər sayaq, ovla özün, özgədən ta güdməsin, pay gözlərin, qeyrəli qoyma sənə, yaxsın xina, tikmə qeyrin toprağında sən bina. Sağ olasın. Teşekkür ediyoruz Cenab-ı Hak.